Həftəlik bürclər Qoç, Şir oxatanları 8 dekabrdan 15 dekabra doğru nələr gözləyir? Qoçlar. Qoçlar belə bir şey deyil. Əslində negativ həftəni, pozitiv həftədən negativ həftəyə doğru keçməyə bacaracaqsınız. Amma buna baxmayaraq özünüzü stabilləşdirib, özünüzü düzəltməyi çox gözəl formada aktivləşdirəcəksiniz. Yəni elə bilin ki, quyuya düşmüş vəziyyətdən özünüzü çıxartmağa, adaptasiya olunmuş vəziyyətdə heç nə olmamış kimi özünüzü aparmağa bacaracaqsınız. Bu çox gözəl bir məqamdır Qoçlar. Amma belə bir söz deyim, özünüzü qəfəsə salacaqsınız. Elə bil ki, istəkləriniz o qədər çox olacaq. Biraz bacarırsınızsa nəfsinizi idarə etməyə Qoçlar bacarın. Biz hər şey istəyə bilərik, amma istəklərimizi zaman çərçivəsində düzəltmək lazımdır. Ən çox da maddesel sfera baxımından, algı-satqı baxımından nəfsimizin biraz quluna çevirə bilərik. Bunları idarə etməliyik. Ən çox da belə deyim, ayın 13-nə qədər pul maddiyatla bağlı elə bir dəngəsizlik olacaq, sonra peşmançılıq verəcək bizdəki. Düzgün idarə etməmişəm, dəngəni düzgün saxlamamışam, narahatçılıq yaranıb. Həftənin sonlara doğru isə beyin və düşüncələrin sizdə mübahisəsi olacaq. Yəni beyniniz ayrı istiqamətə gedəcək, qəlbiniz ayrı istiqamətdə. Amma beynimizə qulaq asmadıq üçün pul maddiyatla əlaqədar, şəxsiyyətlə əlaqədar ciddi bir problemin yarımçığlığın içərisində olacaqsınız. Buna fikir verməlisiniz Qoçlar. Xəstəliklə bağlı böyük bir problem yoxdur. Sadəcə alın baş hissəsində biraz narahatçılıq var. Təzyiq də ola bilər, qarmalit də ola bilər, migren də ola bilər və yaxud da baş ağrı, oksigen azlığı da ola bilər. Çünki sizdə biraz mübadilə baş hissəsində narahat vəziyyətdədir. Dəyərləndirsək 76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma biraz istəklərimizi azaltmalıyıq Qoçlar. Buna fikir vermək lazımdır. Şirlərə gələndə isə şirlər uğurlu bir həftədir. Pul maddiyat baxımından gözləmədiyiniz formada keçmişdən tanıdığınız və yaxud da keçmişdən əlaqədə olduğunuz insanlarla bağlı pul maddiyatın gücü gələcək sizə. Amma sanki birisi necə qazandıqca az gələcək. Sizi narahat edən bəzi məqamlar olacaq, belə deyim, qərarsızlığınız çox olacaq. Keçmişlə gələcək arasında şirlər dəngəsizlik yaradacaqsınız və keçmişdən tanıdığınız, amma uğursuz gedişatda olduğunuz dostluq olaraq, münasibət olaraq, iş kolleqası olaraq bəzi insanları təzədən həyatınıza salmaqla şirləri səhv edəcəksiniz. Buna ehtiyac yoxdur. Keçmişdə qalıb. Çünki retrograd vəziyyətdən, retro vəziyyətdən çıxmışıq, amma sizin biraz çıxmağınız çətin olacaq. Problem deyil, ayın 11-dən sonra özünüzün mübadiləsi düzələcək. Elə bil ki, ayın 11-dən sonra yenilənmiş bir vəziyyətə keçəcəksiniz. Yenə deyirəm, günəşin təsirətdən artıq Marsın üzərində çox olduğu üçün şirlər də qabağa çəkəcək. Məhkəmə quracaqsınız beynimizin içərisində. Özünüzü ədalətli olub-olmadığınız, ətrafınızda olan insanları dəngəsizlik və mübahisə edici bir şəkildə yönətməyə çalışacaqsınız və bunu yüksək səviyyədə bacaracaqsınız. Şirlər 83%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Özdə bu həftə çox sürətli olacaqsınız və bu sürətli sizi çox qabağa aparacaq. Və o xatanlara gələndə məni narahat edən bürclərdən biri də o xatanlar sizlərsiniz. Həm sağlamlığınız, həm iş kollektiviniz, həm də şəxsiyyətlə əlaqədar uçuruma gedirsiniz. Yəni işdən çıxa bilərsiniz, ayrılıq həyatınızda ola bilər, sağlamlıqla bağlı problemləriniz ola bilər ki, sizi biraz diz çökdürəcək. O da zamanın dəngəsizliyi sizi ciddi bir şəkildə boşluğa salacaq bir məqamda olacaqsınız. Bunun qabağını ala bilsəz, o xatanlar bəlkə də parçalanmanı düzəldə bilərsiniz. Amma ayın 12-sinə qədər sizdə elə bir ciddi bir parçalanma, sağlamlıq, iş, şəxsiyyətlə qədər olacaq ki, adaptasiya olub güclənməyiniz, özünüzü kəşf etməyiniz, özünüzü dərk etməyiniz, özünüzü dəyərləndirməyiniz yox səviyyəsindədir. Bunu düzəltməlisiniz. Xoşuma gəlmədi. Bu həftənin ən zəif bəndlərindən də biri siz ola bilərsiniz. Özdə sevdiyiniz bir insanın sağlamlığıyla da alacaq xəbərlər sizi boşluğa sala bilər. Çərşənbə gününə qədər biraz beyninizi çox işə salın, hər şeyi dərin düşünməyə çalışın, hiss və emosiyalarınıza qapılmayın. Ümumi həftəni dəyərləndirsək 67%-ə qədər o xatanlar həftəniz uğurlu ola bilər.